Trezinə gedirik. Trezinə düşən kimi bir İtalyan bazarına rast gəldik. Belə bir apart oteldə qalırıq. Bura mətbəximizdir. I'm just a girl standing in front of a boy, asking him to love her. No mess, no tricks, just a heart that's pure. I don't need much, just your truth. Kombinimi hazırladım. Əslən birinci fikrim buydu, amma desəm bunu geyinəcəm. Geyinim baxarıq. Amma final look budur da, yəni yağış yağır. Çünki yağış. Yəni siz necə? Avropalı problemləridir, yəni Mən mazlı varietəyə sayam, ifitman ofensif. uşaqlar ki, sən qabağında bina tikiblər. Görüyoruz 80 yaşlı. Yəni mən necə çıxmışdım, amma necə davam edirəm dilimə, amma olsun. Belə olmaqdan yaxşıdır. Az öncə video çəkirdim. Tramvay yolunu keçməli idik. Gözlədik ki, tramvay keçsin, hətta videoda düşəcəkdi. Tramvayı sürən xanım bizə belə elədi. Keçin. İlk dəfə tramvay mənə yol verirdi. Biz Berlində 2 nəfərlik velosiped axtarırdıq. Ya bu fazla oldu. Bu fazla. Hara çevirirsən çevir, yəni şaşırtır. Şöhrət tanrıçası Fama. Yorğunluqdan market axtarırıq bazar günü. Hər yer bağlıdır təbii ki. Tapacağıq. Bir vol bulduk. Berlin volu çatmaz ama ne oldu da belli Gördük değil. ya Berlin volu. Biz Gələcəyik ama. gideceğiz, oraya da gideceğiz, her yere gideceğiz.
Hər küncdən çox gözəl, fərqli bir görüntü yaranır da. Hər küncü ayrı bir detaldır. Bazar günü yarım saat gəzib axırda açıq bir yer tapandan sonra şeydə bizim Max kahva. Havada vurma. Saçımda daha yaxşı olur, narahat olma. Dresdendə artıq ikinci günümüzdə oteldən çıxış edirik. Cananə unutmuşdu telefonunu, gözləyirəm o gəlsin. Bugün də axşama qədər gəzəcəyik. Saat 9-da avtobusumuz var. Onunla da keçəcəyik Praqa. 2 saatlıq yolumuz var. 11-də yəqin çatacaq artıq Praqa. Çox qəşəngdir şəhər, yəni. Berlin yox da, yəni Dresden çox gözəldir. Restoranlarda İtalyan yeməkləri, İtalyan ab-havası hiss edə bilərsiniz. Dünən bazar günü idi, bir çox yer bağlı idi, amma bugün ümid edirik ki, yaxşı gəzə biləcəyik. Bugün muzeylər bağlıdır, amma elə bil ki, muzeyin içində gəzirsiniz. Binalar çox yeni binalar deyil. 50-60 illik binalarıdır, amma çox qədimi görünürlər. Üzərlərindəki işləmələr, memarlıq, toxunuşları çox qəşəngdir. Deməli, bəziləri restavrasiya edilib, amma restavrasiyanı belə o qədər incə ediblər ki, heç bilinmir. Çox gözəldir şəhər. Həqiqətən insanlar gəlirlər, burada şəkil çəkirlər. Bu hissəyə baxaraq. Həm Martin Luther'in heykəli buradadır, həm də ki, qadınlar kilsəsidir bu kilsə. Bizim dünən olduğumuz restoranda unutmuşam və ora gedirdim. Sonra kilsənin içini gördüm internetdən ki, kilsəyə girməliyəm də. Ora sonra da gedə bilərəm. Kilsə açıq ikən kilsəyə girək. Kilsənin içi çox qəşəngdir. İndi bilmirəm çatır verəcəklər çəkməyə. Deməli, əslində qadınlar kilsəsi yox, Məryəm anaya ithaf olunmuş bir kilsədir. İçərisində gördüyümüz üçbucağın mənası ata, oğul və müqəddəs ruh mənasına gəlir. İçərisindəki göz isə Tanrının görən gözü mənasındadır. Ümumiyyətlə, Luteran kilsəsi, protestant Luteran kilsəsidir, amma katolik dizaynında inşa edilib. 1945-ci ildə də bombardman olunub. 2005-ci ildə yenidən bərpa edilib, barış və dirçəliş simvoludur kilsə.
Türkiye vegetarian sosiska tapdım. Bayraqları asın, gedirəm ayran axtarmağa. Almaniyada ayran istəyən bir mən olduğuma görə haralı olduğumu da soruşdular. Amma burada haran ayranıdır. Türkiyə olarda yəqin. Haydi. Cəhət belə tester görürdüm. Almanya'da da bunu eləməzsən. İnsanların inner pisi bizim inner pisin axırı. Çık. Axırıncı günümüzdür. Daha tez gedə biləriz də məncə çox gözəldir. Sadəcə də sənə bir tam gün məncə full kifayətdir. Ən pis ehtimal bir yarım. Ha, bir yarım, hə. Yəni gecə gəlib dincəlib səhər məncə tam kəşf eləmək olar. Valiz biraz sorun ola bilər də. Backpacklə gəlişim. Gəlməyin. Çantayla gəlir. Gəlməyin. Kaş binaların əzəmətini sizə göstərə bilsəydim, amma dayanıb baxanda bilirsən ki, bu nədir? Yəni artıq hər binanı görəndə yadımıza düşür ki, axırıncı yəni saatlarımızdır və biz də oradan gedirik. Bura 2 gün ayırmağa dəyərmiş.